Salamlar, hər vaxtınız xeyir olsun. 9-cu siniflərin buraxılış imtahanlarına dəstək məqsədi ilə izahlarımıza davam edirik. Demək, başlayırıq 31-ci sualdan. Bağlayıcı ilə bağlanan həmcins üzvlü cümlə müəyyən edin. Həmcins üzvlü cümlə dedikdə bizdən nə istəyəcək əsasən? Ya belə deyək, bir mübtəda, məsəl üçün Fərid həm oynayır, həm də rəqs edir. Baxın, rəqs edən kimdir? Fəriddir. Oynayan kimdir? Yenə Fəriddir. Baxın, iki mübtədam nəyə aid oldu? Bir dənə mübtədaya. Daha doğrusu iki xəbərim nəyə aid oldu? Bir dənə mübtədaya. Və yaxud ağ və sarı güllər. Ağ və sarı güllər. Nəyə aid oldu təyinlərim? Baxın, ağ, sarı güllər. Baxın, iki həmcins təyindir. Nəyə aid oldu? Güllərə. Ağ güllər, sarı güllər. Deyə bilirəm də rahatlıqla. Və yaxud kitabı, dəftəri neynədir? Götürdü. Nəyə aid oldu? Baxın, tamamlığım da düzdür. Nəyə aid oldu? Kitabı götürdü, dəftəri götürdü. Yəni, həmcins üzv budur. Yəni, biz ya eyni xəbərə aid olan tamamlıqları, ya eyni xəbərə aid olan mübtədanı və yaxud eyni mübtədaya aid olan təyinləri. Düzdür, təyinlər həmcinslik baxımından iki yerə bölünür. Həmcins təyinlər, qeyri-həmcins təyinlər. Əlavə məlumat kimi də verim ki, həmcins təyinlərin arasında əsasən vergüldən və bağlayıcıdan istifadə olunur. Amma qeyri-həmcins təyinlərin arasında vergüldən və yaxud da bağlayıcıdan istifadə olunmur. Demək, sualımıza davam edək. Bağlayıcı ilə bağlanan deyir. Yəni, həm həmcinsi olsun, həm də cümlə üzvləri, həmcins üzvlər bağlayıcı ilə bağlansın. Baxın, həm də burada rahatlıqla bağlayıcım var. Fərid həm oynayır, həm də rəqs edir. Baxın, həmcins üzvlü cümləmdir. Oynayır, rəqs edir, həm də bağlayıcı ilə bağlanıb. İndi A variantına baxırıq. Onun tutqun baxışında nə gəzir? Bulud. Nədə? Onun baxışında. Zərfli deyil, tamamlıqdır. Üçüncü növlə ifadə olunub. Nə gəzir? Bulud. Nə edir? Gəzir. Nə çaxır? Şimşək. Nə edir? Çaxır. Baxın, mürəkkəb cümlədir. Bağlayıcım ümumiyyətlə burada yoxdur. Ona görə həmcins üzvüm də yoxdur. Ona görə variantını çıxırıq. Sənəm xalça palazı yumaq üçün çaya indi. Kim? Sənəm. Düzdür. Hara indi? Nə etdi? Endi. Baxın, ancaq atlıları görüb geri qayıtmalı oldu. Kim geri qayıtmalı oldu? Sənəm. Baxın, iki xəbərim nəyə aid oldu? Bir mübtədaya. Sənəm endi, sənəm qayıtmalı oldu. Bağlayıcım da var burada? Var, ancaq. Demək, cavabımız nə olacaq? B variantı. C-də ya sən danış, ya da uşaqlar gördüklərini söyləsinlər. Baxın, həmcins üzv deyir yenə. Sən, kim, sən, nə et? Danış, ya da uşaqlar söyləsinlər. Baxın, ayrı-ayrı mübtəda xəbərim var. Eyni cümlə üzvünə aid olan birdən çox cümlə üzvü yoxdur. Ona görə də bağlayıcı olsa belə həmcins üzvüm yoxdur burada. Ona görə C variantında götürməyəcəm. Əlimdə bir hisli, bir qırıq fanar. Əlimdə bir hisli, bir qırıq fanar. Kör kimi dolanıb hey diyar. Baxın, əlimdə bir hisli, bir qırıq fanar. Əlimdə nə var? Bir hisli fanar var. Bir də qırıq fanar var. Həmcins təyinim var. Okeydir. Hisli, bir də qırıq. Kör kimi dolanıb hey diyar. Amma nəyim yoxdur? Bağlayıcım yoxdur. Fit səsi eşidildi. Nə səsi eşidildi? Fit səsi. Ancaq nədənsə, baxın, işçilər hələ də görünmürdülər. Fit səsi eşidildi. Ayrı-ayrı mübtəda xəbər. İşçilər də görünmürdülər. Ayrı-ayrı mübtəda xəbər. Və həmcins üzvüm yoxdur burada yenə də. E variantı da 7.
Demək, davam eləyək. 32-ci sual. Musiqi çalınır, nəğmə oxunur, rəqs edilirdi. Bundan əvvəlki videoda da bu tip sual var idi. Onu da izah eləmişdim. Deməli, mürəkkəb cümləsinin tərkib hissələri arasında hadisələr. Deməli, eyni anda, baxın, musiqi çalınanda, nəğmə oxunanda, nəğmə oxunurdu, rəqs edilirdi. Musiqi çalınır. Baxın, təsvirimizə gətirə bilirik də. Musiqi çalınır. Bir toydur, təsəvvür eləyin. Bir tamada və yaxud bir müğənni kənardan musiqi çalınır, müşayiət eləyirlər. Müğənni nəğməni oxuyur, həm də gəlib rəqs edirlər. Bu hansı anda baş verir? Eyni zamanda. Eyni zamanda. Ona görə də olacaq nə? Hadisələr eyni zamanda baş verəcək. İki işdən birinin mümkünlüyü göstərmir. Buna görə mənim ən azından bölüşdürmə bağlayıcım olmalıdır. Məsəl üçün, ya sən gəlməlisən, ya da o gəlməlidir. Bölüşdürmə bağlayıcım olmalıdır. Gah olanda da növbələşmə prosesi baş verir. Məsəl üçün, gah yağış yağır, gah da gün çıxırdı. Ona görə A getdi. Biri hadisənin səbəbini, digərin nəticəsini bildirir. Elə bir bu cümlədə səbəb nəticə bildirəcək bir hissə yoxdur. Ardıcıl baş verir. Musiqi çalınır, sonra nəğmə oxunur, sonra rəqs edilirdi. Bu biraz cümlənin məntiqini pozur. Ona görə də mən götürə bilmərəm D-ni də, B-ni də, A-nı da. Biri digərini aydınlaşdırır. Yox, ümumiləşdirmə yoxdur burada. Deyim ki, musiqi çalınır, burada həm qoşa nöqtəm yoxdur, həm də tremdən istifadə olunmayıb. Ona görə də götürə bilməyəcəm. E variantında çıxdıq. Demək, cümlələrin birində şəxs əvəzliyi, yer zərfliyi funksiyasında. Buranı silək, izah üçün biraz boşluq olsun. Yer zərfliyi funksiyasında işlənmişdir. Demək, haradan gəlirsiniz? Bizdən nə istəyir? Şəxs əvəzliyi istəyir. Hara nə əvəzliyidir? Əlbəttə ki, sual əvəzliyidir. Sual əvəzliyidirsə, biz bu variantı götürməyəcəyik. A-nı çıxdıq. Çünki bizdən şəxs əvəzliyi istəyir. Bu məsələdə hamımızda günah var. Baxın, əvəzliyimiz hansıdır? Hamımızda. Hamı nə əvəzliyidir? Qeyri müəyyən əvəzliyidir. Baxın, B-ni də çıxdıq. Çünki şəxs əvəzliyi. Uşaqlar bizdən çəkinirdilər. Baxın, bu məsələdə iki cür işlədə bilərik. Bir deyirəm ki, bizdən qüvvətlidir. Kimdən qüvvətlidir? Bizdən. Baxın, olacaq tamamlıq. Çünki yer bildirməyəcək. Bu olacaq tamamlıq. Amma desəm ki, bizdən gəlirlər. Baxın, bizdən gəlirlər. Gəldikləri yer haradır? Bizdir. Baxın, bunu iki cümlə özü kimi düşünə bilərəm. Bizdən sözünü. Amma bu cümlədə uşaqlar bizdən çəkinirdilər. Baxın, çəkinirdilər. Kimdən? Bizdən. Kimdən sualı verirəm. Amma bizdən gəlirlər deyəndə hardan gəlirlər? O zaman da olur nə? Zərflik. Gəlirlər də olur nə? Xəbər. Amma bizdən çəkinirlər. Kimdən? Sualı gördünüz, haradan vermədim. Ona görə də olacaq bizdən nə? Tamamlıq. Baxın, o bəriyə gəldi. Bəri nədir? Bəriyə gəldi. Yer zərfi. Yer zərfi. Burada da çaşdıra bilərlər sizi. Yəni, çaşmaq lazım deyil. Şəxs əvəzliyi istəyir. Baxın, anam sizdən gəlirdi. Bax, yazdığım eyni şeydir. Məsəl üçün, sizdən qüvvətlidir. Kimdən? Sizdən qüvvətlidir. Oldu tamamlıq. Bunu elə sı eləsək, sizdən qüvvətlidir. Bir də deyirəm ki, sizdən gəlirlər. Fikir verin, bax, təsdiqini tapdı. Hardan gəlirlər? Sizdən gəlirlər. Burada da anam hardan gəlirdi? Sizdən gəlirdi. Zərflik. Cavabımız olacaq E variantı. Sonra, fe'li bağlama hərəkətin tərzini bildirir. Fe'li bağlama hərəkətin səbəbini bildirir. O mücrünü götürüb onun qabağında açdı. Mücrünü götürüb onun qabağında açdı. Baxın, nə etdi? Açdı. Harda açdı? Onun qabağında. Necə açdı? Mücrünü götürüb. Tərz bildirdi. Bildirdi. O da mübtədadır. Uşaq qaça-qaça anasına yaxınlaşdı. Uşaq qaça-qaça anasına yaxınlaşdı. Baxın, uşaq yaxınlaşdı, düzdür. Kim? Uşaq. Fikir verin, mübtəda xəbərlə əlaqəyə girdi. Girdi də, düzdür. Xəbərlə əlaqəyə girdi. Girdi. Xəbərlə əlaqəyə girirsə,
Feili bağlamadan əvvəl işlənən söz tərkibə daxil olmayacaq. Tərkibə daxil olmayacaq. Və yox, bizdən nə istəyir? Hə, üzürlü sayın. Elə bildim tərkibi istəyir bizdən. Uşaq qaça-qaça anasına yaxınlaşdı. Baxın, kim? Uşaq nə etdi? Yaxınlaşdı kimə? Anasına. Necə? Qaça-qaça. Baxın, tərz bildirdi. Feili bağlama. A. 2 dənə A var orada. Gördüyündən təəssüflənərək başını yellədi. Başını yelləməyinin səbəbi nə idi? Gördüyündən təəssüflənməyi. Baxın, necə başını yellədi? Gördüyündən səbəb bildirəcək. Başını yelləməyin səbəbi var da. Gördüyündən təəssüflənməyi. Ona görə də nə götürəcək? Səbəb götürəcək. B-ni tərz götürəcək. Düzdür? B-ni tərz götürəcək. A-nı da elə tərz götürəcək. C-ni də nə götürəcək? Səbəb götürəcək. Müəllim danışanda qulaq asmaq lazımdır. Nə etmək? Lazımdır. Nə? Qulaq asmaq. Nə vaxt? Müəllim danışanda. Baxın, nə vaxt qulaq asmaq lazımdır? Müəllim danışanda. Zaman bildirdi, heç birinə aid olmayacaq. Utanıb başını aşağı saldı. Utanıb başını aşağı saldı. Başını aşağı salmağına səbəb nə idi? Utanması. Utanması. Bitdi, getdi. Demək, feili bağlama hərəkətinin tərzini bildirir. Olacaq 1 A B 1 A B 2 də olacaq C E. Hansı variantdır? D variantı. Sonra hansı cümlədə 2 ədat işlənib? Baxın. O lap ağ eləyib ki, lap var. Ağ eləyib ki, 2 də burada. Baxın, bağlayıcı funksiyasında deyil. 2 sözü və yaxud cümlə üzvlərini bağlasın. Elə bir funksiyası yoxdur burada. O lap ağ eləyib ki, əgər desəydi ki, danışırdı ki, baxın, vergül qoydum, danışırdı ki, sabah gələcəklər. Baxın, tabellik bağlayıcısı. Rahatlığına görə bunu, vergülümü də qoymuşam. Amma burada funksiyası tamamilə fərqlidir. Ona görə də A variantında lap ədat, 2 də ədat. Sonra bil ki, baxın. Bil ki, 2 burada fikir verdiniz, vergülü qoymuşuq. Rahatlıqla bağlayıcı, tabeli mürəkkəb cümlədir. Bil ki, göyə çıxsa da, baxın, sağ plus da olanda, yadınızda qalsın, qeyd kimi. Dağına ədat götürün. Yəni bu sadalama intonasiyası falan bildirməyəcək. Göyə çıxsa da, daha doğrusu sadalama intonasiyası bildirsə də, göyə çıxsa da, qalxsa da, fərq yox. Sağdan sonra işlənən danı ədat götürəcək. Ona görə də cavabımız A variantıdır. B-də bir dənə ədatımız var, getdi. C-də axı var, sən hardan biləsən? Sasə şərt şəkilçisidir. Sən hardan biləsən? Yox, sasə şərt şəkilçisi deyil, şəxs sonluğudur. Ə var orada, arzu şəkilçisi. Ax, sən hardan biləsən? Sonra nə var orada? Kaş hər şey bugün həll ola. Kaş var bir dənə. Axı, kaş. Sonra daha mənim sənin sözüm yoxdur. Burada da bir dənə daha var. C də getdi, D də getdi, E də getdi. Cavabımız qalacaq. Hətta B də getdi. A variantı. Sonra sadə sözlər sırasını. Baxın. Bic, biçənək, yara, yaraş, yara, yaraş. Sonra A getdi. Çıraq sadədir. Çırdan çıraq olmur. Dırdan da naq olmayacaq. Ona görə cavabımız olacaq B variantı. C-də toz, tozanaq. Sonra bulamaq, bulanmaq, bulanıq. C düzəltmədir, getdi. Yataq, aq leksik. Öskürməkdə də ək leksik. Sulamaqdan suva, suvaq. Boyamaqdan da boya, boyaq. D də getdi, E də getdi, qaldı B variantı. Xəbəri yazılışından fərqli tələffüz olunur. Baxın, xəbəri tapırıq birinci, danışdı, sonra saralır, sonra qaydacaq, sonra
Tutmuşdular. Sonra nə? Qocalır. Burada ümidsizliyindən tamamlı insan, baxın nəqli cümləyə çevirin. Şeir cümləsidir, nəzmlə yazılır. İnsan tez qocalır ümidsizliyindən. İnsan ümidsizliyindən tez qocalır. Nədən tez qocalır? Ümidsizliyindən. Ona görə qocalır xəbər olacaq. Anam mənimlə səmimi danışdı. Tələffüzdə bir fərq var? Yox, getdi. Günəş qürub edəndə rəngi saralır. Burada da bir fərq yoxdur. Getdi. Sabah atam xarici ölkədən qayıdacaq. Gördük, müstəqil şəkildə işlənib də q. Tələffüzdə nə olacaq? X-ya çevriləcək. Cavabımız olacaq elə C variantı. D variantında ovçular bir ayı balası tutmuşdular. Burada da heç bir fərq yoxdur. Burada ümidsizliyindən, dandən, baxın, sonun m və yaxud m samitlərlə bitən sözlərə qoşulanda dandən, nan, nən şəklində tələffüz olunur. Nan, nən şəklində. Amma burada bizdən nə istəyir? Xəbəri istəyir. Xəbəri istəyirsə, xəbər burada ümidsizliyindən burada tamamlıqdır. Ona görə götürə bilmərəm. Yəni, bu cür çaşdırırlar bizi. Amma qocalır, nədir? Xəbərdir və heç bir tələffüz dəyişikliyi baş verməyib. Sonra, biri feili birləşmədir. Biri feili birləşmədir. Baxırıq. Feili birləşmə olmaq üçün nə lazımdır bizə? Deməli, söz birləşməsinin iki tərəf var. Aslı tərəf, əsas tərəf. Aslı tərəf, əsas tərəf olduqda biz baxacağıq nəyə? Əsas tərəfimiz feili birləşmə olmaq üçün feilin təsriflənməyən formaları ilə ifadə olunmalıdır. Təsriflənməyən. Təsriflənən forma ilə niyə ifadə oluna bilməz? Çünki təsriflənən feillər birləşmə yaratmır. Amma əsas tərəfim nə olmalıdır? Feili birləşmədə təsriflənməyən formalarla ifadə olunmalıdır. Demək, baxırıq B variantında. Baxın, ömür əsas tərəfimdir, düzdür? Əsas tərəfimdir. İsimdir, deməli nədir? İsmi birləşmədir. Əlavə qeyd kimi deyim ki, feili birləşmə ismi birləşməyə çevrilə bilər. O da necə olacaq? Əsas tərəfdə olan məsdər və yaxud feili sifət mənsubiyyət şəkilçisi qəbul eləməlidir. Baxın, məsəl üçün, mənim oxumağım. Mənim oxumağım. Baxın, mənsubiyyət, əvvəlində də im, yəli yallı söz, ismi birləşməyə çevrildi. Və yaxud sinifin oxuyanı. Sinifin oxuyanı. Nə oldu? Yenə sinifin oxuyanı mənsubiyyət, anda gördüyümüz kimi feil sifət şəkilçisi ismi birləşməyə çevrildi. İndi sual çıxa bilər ki, hər zaman ismi birləşməyə çevrilə bilər mənsubiyyət qəbul etdikdə. Yox, bir dənə fərqli cəhət nədədir? Əlavə qeyd kimi bunu qeyd eləyin. Baxın, dıq üstü mənsubiyyət olanda, bir də acaq üstü mənsubiyyət olanda, acaq üstü mənsubiyyət. Yenə də feili birləşmə olaraq qalacaq. Baxın, mənim nəyim? Yazdığım. Dıq üstü mənsubiyyət. Baxın, mənsubiyyət şəkilçisi olsa da, özündən əvvəlki söz yəli hal qəbul etsə də, mən yenə də bunu feili birləşmə olaraq götürəcəm. Yəni, bunu bilin. Şərəfli ömür. Baxın, əsas tərəf isimdir. Düzdür, ismi birləşmə. B getdi, birinci nöqtənin söz birləşməsi. Demək, danışa bilmək. Baxın, A üstü bilmək olanda, A üstü bilmək olanda, A üstü bilmək olanda. A üstü bilmək olanda. Nə götürəcəm mən bunu? A üstü bilmək olanda bilmək sözü köməkçi feil vəzifəsində iştirak edir. Və yönlü yallı söz də qoşulanda ona bir yerdə olur mürəkkəb feil. Ona görə bu o zaman feili birləşmə olar ki, mən onun əvvəlinə hər hansısa bir söz artırım. Və yaxud deyə bilərəm ki, baxın, dərsi danışa bilmək. Dərsi danışa bilmək deyə bilirəmsə, əlavə eləyirəmsə dərsi sözün ora. Mən oradan bir feili birləşmə yarada bilirəm. Çünki birləşmənin məntiqi nədir? İki müstəqil sözün birləşməyi olmalıdır. Danışa bilmək mürəkkəb feil kimi olur bir söz, dərsi sözünü də artırıram ora. Olur iki söz, oldu feili birləşmə. Amma yox, yönlü hal plus bilmək varsa orada, mən onu sadəcə nə götürəcəm?
Sadəcə mürəkkəb feil. Ona görə A variantı da getdi. Oxuyub anlamaq defisdən yazılıb, mürəkkəb feildir, götürə bilmərəm. Təbiətin gözəlliyi nə görürük əsas tərəfdə? Gözəllik isim, əvvəlində yəli-yallı söz, sonra da mənsubiyyət şəkilçili söz. Nə götürəcək? Əlbəttə ki, ismi birləşmə E də getdi. Baxın, dediyim məsələ, uşaq oxuyanda, nə vaxt uşaq oxuyanda, məsəl üçün, uşaq oxuyanda içəri girdi. Uşaq oxuyanda tutaq atası içəri girdi. Nə vaxt atası içəri girdi? Uşaq oxuyanda feili bağlama tərkibi, feili bağlama tərkibi də elə feili birləşmədir. Ona görə də cavabımız olacaq nə? D variantı. Sonra Orxan anasının tapşırıqlarını bir-bir yadına salıb bazardan darçın və bir dəstə göyərti aldı. Baxın, cümlə sintaktik təhlili ilə. Bazardan nə etdi? Aldı. Kim aldı? Orxan. Nə aldı? Bir dəstə göyərti, bir də darçın. Düzdür? Bir dəstə göyərti. Neçə göyərti? Bir dəstə numarativ sözdür. Bir olacaq təyin. Nəyə aldı? Göyərtinin, daha doğrusu nə? Qeyri-müəyyən təsirli al. Göyərtini tamamlıq. Darçını tamamlıq. Hardan? Bazardan. Nə vaxt? Anasının tapşırıqlarını bir-bir yadına salıb. Bir yerdə də olacaq nə? Feili bağlama tərkibi zərflik funksiyasında. Zərflik funksiyasında. İndi nə deyir? Bazardan yer zərfi ilə ifadə olunmuş yer zərfliyidir. Doğru fikir istəyir bizə. Bazardan yer zərfliyidir. Amma nə ilə ifadə olunub? İsimlə ifadə olunub. İsimlə. Götürə bilmərik. Xüsusi isim tərz hərəkət zərfliyidir. Yox, xüsusi isim tərz hərəkət zərfliyidir. Bazardan darçına bir dəstə göyərtini aldı. Necə? Anasının tapşırıqlarını bir-bir yadına salıb. Yox, Orxan burada xüsusi isimdir, düzdür. Xəbərlə əlaqəyə girir. Aldı ilə, Orxan aldı. Və tərkibin içərisinə daxil olmur. Tərkibin içərisinə də daxil olmadığına görə mən bunu nə götürəcəm? Mübtəda götürəcəm. Bir dəstə kəmiyyət zərfliyidir. Bir dəstə kəmiyyət zərfliyi deyil. Niyə olsun? Burada bir dəstə göyərti, dəstə numarativ sözdür. Neçə göyərti? Bir göyərti. Sayın sualına cavab verdiyinə görə də nə götürəcəm? Təyin götürəcəm. C də getdi. Darçın göyərti həmciz tamamlıqlardır. Bəli. Aldı. Nə aldı? Göyərti, darçın. Nəyi aldı? Darçını, göyərtini. Ona görə də cavabımız olacaq nə? D variantı. Xəbər quruluşca mürəkkəb feillə ifadə olunub. Yox, almaq burada müstəqil feildir. Mürəkkəb feillə ifadə olunmaq üçün ən azından tərkiblə, daha doğrusu almaq ən azından hər hansısa bir sözə qoşulub köməkçi feil olmalıdır. Ən azından mürəkkəb feil, köməkçi feil olmalıdır. O da almağın elə bir funksiyası yoxdur. Ona görə də E variantına çıxdıq. Sonra ürəyi açıq sözü ilə bağlı səhv fikir. Demək, mürəkkəb sifətdir. Ürəyi açıq adam necə adam? Düzdür. Necə sualına cavab verir? Düzdür. İkinci tərəfi sadə sifətdir. İkinci tərəfi sadə sifətdir. Baxın, ikinci tərəf nədir? Açıq. Aç sözün kökü ıq-leksik. Aç sözün kökü ıq da leksik. Nə oldu? Düzəltmə oldu. Ona görə cavabımız olacaq nə? B variantı. Cümlədə əsasən təyin olur. Cümlədə əsasən təyin, onsuz da təyin olur da. Sifətin əsas funksiyası elə təyin olmalıdır. C də getdi. Sonra birinci tərəfi mənsubiyyət şəkilçisi qəbul edib. Birinci tərəfi mənsubiyyət şəkilçisi ürəyi açıq. Məsəl üçün ürəyi açıq düzdür. Birinci tərəfi onun ürəyi deyə bilirik də. Deyə bilirik. Adi dərəcədədir. Ürəyi açıq sözü adi dərəcədə. Yəni heç bir çoxaltma dərəcəsinin və yaxud da azaltma dərəcəsinin əlamətlərin, göstəricilərini qəbul eləməyib. Ona görə cavabımız olacaq nə? B variantı. İzlədiyinizə görə təşəkkür. Ümid edirəm ki, izahlardan razı qaldınız. Bu qədər. Hələlik.